Uşaqlar salam. Bugün mən sizə yenidən Şahin İbrahimovun fən müsabiqəsinə hazırlaşanlar üçün olan kitabının ikinci nəşrindən sınaqlardan izah verəcəm və bu günləri biz 10-cu sınağa baxacağıq. Deməli, keçək suallarımıza. 10-cu sınağımızın ilk sualına baxsaq, deyir ki, X maddəsi xarakterik iyili rəngsiz uçucu mayedir və molekulunda 6 hidrogen, 1 oksigen və 2 karbon atomu var. Formulu yazsaq uşaqlar, 2 karbon atomu var. Deməli 6 hidrogen, 1 oksigen, deməli C2H5OH verir bizə. Bu da etil spirtidir, tibbdə istifadə etdiyimiz spirtdir və nə istəyir? Elə etanol, bu da D variantı olacaq cavabda. Gəlin baxaq, məsələn A variantında asetondur. Asetonun formulu uşaqlar C3H6O'dur. B variantında şəkərdir. Şəkərin formulu C12H22O11'dir. C variantından naşatır spirtidir, NH4OH'dır və qalır Y variantı etanol. Digər sınaqların izahında da demişdim ki, etil spirtinin bir adı da etanoldur. Bundan başqa məsələn metil spirti var, CH3OH, buna da metanol da deyirlər. Amma bizə lazım olan, yəni formulumuz budur ki, bu da eləyir D variantı cavab. Sonra ikinci sualda nə istəyir bizdən uşaqlar? Deməli, ikinci sualda bizə hidroksonium ionu və asetlen veriblər və deyir ki, bu qarışıqda neytronların sayı protonların sayından 12 vahid azdır. Yazaq H3O hidroksonium ionu və deməli C2H2 verib bizə və 12 vahid azdır. Qarışıqda olan molekullarda cəmi 20 atom var. İndi bu qarışığım nə qədərdirsə, neçə moldursa bunu bilmirəm. Və bir bildiyim odur ki, burada 20 atom var. Uyğun olaraq molekul sayılarının nisbətini müəyyən edin və gördüyünüz kimi, deməli orada qeyd olunub ki, karbon 12 6, hidrogen 1 oksigen də 16 8. Bunlar verilir bizə. İndi gəlin baxaq uşaqlar. Nə istəyir bizdən? Neytronların sayı protonların sayından 12 vahid azdır. Baxaq görək burada nə qədər neytron var. Burada neytron, niyə mən hər dəfədə bu N-in indeksini bu qədər uzadıram? Burada neytron nə qədərdir uşaqlar? Baxın, hidrogende neytron yoxdur uşaqlar. Birdən bir çıxıram, 0 qalır burada. Yoxdur. Ona görə hidrogenlərin üstündən xətt çəkirəm. Deməli yazıram ki, neytron nə qədərdir? Birincidə 8 dənə hidrogende, üzr istəyirəm, oksigende 8x verim də, bunu bilmirəm axı. Çünki bunu x verim, bunu y verim ki, mən bunların sayılarını bilmirəm. Üstə gələk 12y, sonra mən bunu biraz yuxarı verə bilsəydim nə yaxşı olar idi. 12y, üstə gələk proton sayı, deməli nə qədər oldu? 11 dənə 11x, deməli 8'i oksigendədir, 3'ü də buradan hidrogendədir, var burada 11x, üstə gələk 6'nı vurdum 2'yə, 12, üstünə də 2 gələndə 14y-də C2H2'dədir. Bu belə. Bura qədər aydındır inşallah ki. Və ardını davam edirəm. Deməli 11x, üstə gələk 14y, çıxılsın 12. Çünki mənə deyir ki, burada sualda protonların sayı, neytronların sayı protonların sayından 12 vahid azdır. Neytronların sayı protonların sayından 12 vahid azdır. Çıxılsın 12. O da bərabər olacaq 8x, üstə gələk 12y. Bu tərəfi silirəm. Bu mənə lazım deyil artıq. 12y. İndi mənə deyir ki, burada 20 dənə atom var. Atomları gəlin baxaq. 4 dənə birində də atom. Baxın burada. 4 dənə burada atom var. 4 dənə də burada atom var. Onda nə yazaram? Yazaram ki, 4x üstə gələk 4y bərabərdir 20. Deyir axı cəmi 20. Onda da belə alaram ki, 4 x üstə gələk y bərabərdir 20. X üstə gələk y bərabər oldu 5'ə.
Tamam. İndi x'i buradan çıxartsam, x bərabər olacaq 5 çıxılsın y-ə. Gətirib həmin o x'i mən bu yuxarı belə deyim də bu hissədə yerinə yazsam, onda belə alaram. Bir qədər yuxarı sürüşdürüm uşaqlar. Onda yazacağam ki 11x 11 deyirəm, 1 yazıram. 11x üstə gələk 14y çıxılsın 12. O da bərabərdir 8. Baxın, indi o x-in yerinə 5 çıxılsın y qoyacağam. 5 çıxılsın y üstə gələk 12y. Bu belə. Və buradan da hesablasam bir dəqiqə. Y 12 8-dən çıxan 4 onda da olacaq ki burada deməli y bərabərdir 2, x də bərabər oldu 3-ə. İndi bu mənə nə verdi? Nə istəyir bu məndən? Baxın, məncə tapdım. Hə, y bərabərdir 2, x də bərabərdir 3-ə. O da mənə verir A variantını. Cavabı aldım ucu. A variantı. Bu qədər. Sonra digər suala baxaq. Digər sual 3-cü sualdır. 3-cü sualda nə istəyir uşaqlar bizdən? Sin H2N HNO N molekulunda cəmi 40 neytron var. Bərabərdir 40-a. 40 neytron var və N-i müəyyən edin. Mən bilirəm ki, hidrogenlərimdə neytron yoxdur. Elə ona görə də bunların üstündən xətt çəkirəm və davam eləyirəm. Karbonda 6 neytron var. 6-nı vurdum N-ə. Üstə gələk. Oksigenimdə də 8 neytron var. 8-i vurdum N-ə. Bərabər elədim 40-a. Deməli, bir dəqiqə 2N-ə vurmalıyım. Karbonu burada 6 vurulsun 2N. Qoyun uşaqlar, səliqəli yazdım sizin üçün, sonra qarışıqlıq olmasın. 6 vurulsun 2N. Aha, bu elədi deməli 12N üstə gələk 8N, o da bərabərdir 40-a. 20N bərabərdir 40, N də bərabər olacaq 2-yə. Deməli cavab aldıq C variantı. 4-cü sualımızda deyir ki bizə alüminium OH3 birləşməsində elementlərin say nisbətlərini müəyyən edin. Deməli alüminium OH 3 dəfə. Biz bunu uşaqlar elə bil ki mötərizədən çıxartsaq, onda belə alarıq ki alüminium O3 H3. Bəzi vaxt uşaqlar bu yolla hesablamanı daha çox sevirlər. Məsələn, isim molekul kütləsini tapanda bu yolla getməyi daha çox sevirlər. İndi kimə necə rahatsa o cürdə işləyə bilər təbii ki. Və onda da görürsünüzmü? Cavab alındı 1-in 3-ə, 3-ün 3-ə nisbəti və bu da oldu C variantı. 5-ci sualımıza baxaq. Bir dəqiqə keçirdim digər vərəqə. 5-ci sualımızda bizə belə bir şəkil verilib və deyir ki, şəkildə element və birləşmələrin hissəcik modelləri verilmişdir. Buna əsasən hansı maddə verilmiş modellərə uyğun deyildi? Baxın uşaqlar, bizə variantlarda azon verib. Azon O3'dür. Oksigen O2'dir. Sonra argon verib A-dir. Etilendəki C2H4 özü formulu verib, sağ olsun. İndi ay uşaqlar, azon baxanda görürük ki, azon 3 dənə atomdan ibarətdir. 3 dənə atomdan ibarət, fikir verin, 3-cü şəklə qırmızı ilə 3 dənə atom yanaşı verilib. Bu mənə uyğundur. Argon bir dənə atomdur. Birinci şəklə baxsaz göy rəngdə 4 dənə eyni atom göstərilib. Elə bu eyni bir şey deməkdir. Yəni ki, bir dənə qabın içində 4 dənə argon atomu var. C2H4'ə baxaq uşaqlar. Bax, C2H4'də 2 dənə karbon var, 4 dənə hidrogen var. Ümumilikdə 6 molekul olmalıdır. 4-cü şəklə baxsaz görərsiniz ki, 2 dənə göy birləşib, kənarlarında 4 dənə qırmızı var. Deməli, orada da 3 molekul C2H4 təsvir olunub. Bəli, bu da doğrudur. Amma uşaqlar, fikir verin, ikinci şəkil heç birinə uyğun deyil. Yəni, oksigenə aid olan şəkil yoxdur orada və bizim də cavabımız olacaq B variantı. Deməli, 6-cı suala keçək. 6-cı sualda deyir ki, 3 molekul
3 molekul. Kristallik kükürddə olan, baxın uşaqlar, kristallik kükürd S8 kimi yazılır. Və 3 molekul deyirsə, bunu bu şəkildə yazmalıyam. Atomun sayı artıq 3 molekul kristallik kükürddə 24 atom olduğunu bildim mən. X element olan atom sayı X elementinin əmələ gətirdiyi atmosferin yuxarı qatlarında yerləşən açıq mavi rəngli qaz molekulunda olan atom sayından neçə dəfə çoxdur? Biz bilirik ki, uşaqlar, oksigenin 2 allotropik şəkil dəyişməsi var. Bir oksigenli, bir azondur. Oksigenlə biz tənəffüs edirik, rəngsiz, iysiz, dadsız qazdır. İkinci allotropik şəkil dəyişməsi isə azondur. Bu da deməli O3 formulu ilə göstərir və haqqında danışılan X elementi elə azondur. Bunda da deməli 3 dənə atom var. İndi deyir ki, atom sayından neçə dəfə çoxdur? Kristallik kükürddə tapdıq ki 24 3 molunda, onu da böləndə 3-ə qalacaq 8. Demək cavab hansı oldu? D variantı. Bəli. 7-ci sualımıza baxaq uşaqlar. Aşağıdakı ifadələrə əsasən nə deyir? Adi şəraitdə maye haldadır. Adi şəraitdə maye halda. Qırmızı qəhvəyi rənglidir. 2 atomlu molekul əmələ gətirən kimyəvi elementi müəyyən edin. Burada 3 dənəsi 2 atomludur. Baxın, brom 2. Kükürd S8, indicə yuxarıda yazdıq. Yod J2, bunu itirim yuxarı ki, keçirdim yuxarı. Xlor da xlor 2'dir. Fikir verin. Bunu mən sildim. Mənə deyir ki 2 atomlu. Buradan yod bərk haldadır. Bərk. Xlor qaz halındadır. Deməli bunlar da mənə lazım deyil. Yerdə nə qaldı? Brom. Variant A7-də. Belə. Gəldik 8-ci suala uşaqlar. 8-də nə istəyir bizdən? Deyir ki, metallara aid olmayan xassələr. Baxın uşaqlar, metallar hamısı bərk haldadır. Yeganə metal civədir ki, maye haldadır. Yuxarı istilik elektrik keçiriciliyi qabiliyyətinə malikdirlər. Yuxarı ərimə qaynama temperaturuna malikdirlər. İşıq şüalarının üzərində əks etdirmə qabiliyyətinə malikdirlər. Elastikdirlər, döyüləndirlər, əyilib düzələ bilirlər. Daha sonra yadınızda saxlayın, metal heç vaxt çox atomlu olmur. Yadınızda saxlayın, metal heç vaxt metalla birləşmə əmələ gətirmir. Diqqət eləyin. Yazıram H2 üstə gələk O2. İkisi də qeyri-metaldır. Birləşmə əmələ gəldi H2O. Bir də məsələn yazsam ki, lityum üstə gələk natrium. Bunun birləşməsi var uşaqlar. Heç belə bir şey görmürsünüzmü? Xeyr, iş görməyəcəksiniz də. Yəni bu metal metalla birləşmə əmələ gətirmir. İndi gəlin baxaq variantlarda nə istəyir bizdən? Xassələri aid olmayan xassələri olmayan. Deməli, deyir bütün metallar adi şəraitdə bərk haldadırlar. İndicə yazdım ki, civə maye haldadır. Yəni bütün sözü ora mümkün deyil, aid deyil. İkincisi, deməli bir aid deyil. İkincisi kövrək xassəlidir. Yox da kövrək deyil. Axı mən dedim ki, əyilib düzələ bilirlər, döyülə bilirlər. Yəni döyülən bir şey nətər kövrək ola bilər ki, bu da düzgün deyil, 2 də səhvdir. Üçüncüsü istilik elektrik yaxşı keçirlər. Bəli dedik. Plastikdir, bəli dedik. Metal parıltısı var, bəli dedik. Demək ki 1-2 cavab oldu C variantı. Və keçdik digər sualımıza. 9-cu sualımızda nə deyir? Aşağıdakı elementlərdən hansı istilik və elektrik cəryanını yaxşı keçirmir? Biz indicə dedik ki 8-ci sualda metallar yaxşı keçirir. Baxın, burada sink, dəmir B variantında, mis C variantında, azot da ki D variantında. Bax, bunlar üçü metaldır. Və bunun üstündən mən xətt çəkirəm. Çünki bu mənə lazım deyil. Amma azot istiliyi, elektriki pis keçirən qaz halında olan 2 atomlu maddədir, elementdir. Ona görə də deməli 9-da oldu cavab D variantı. Növbəti suala keçək. 10-cu sualımızda uşaqlar izotonları deyir bizə, müəyyən edin. Baxın, bir var izotop, bir var izoton, izobar, izoelektron. İzoton neytronlarının sayı eyni olan atomlar növüdür.
Neytronu da necə tapırdıq? Neytron bərabərdir nisbi atom kütləsi çıxılsın proton bu şəkildə. İndi gəlin baxaq. X elementi, Y elementi, Z və T elementi verilmişdir uşaqlar. Deməli X elementi üçün kütlə ədədi 40-dır, ayrı. Çıxılsın proton sayı 20-dir. Cavab elədi 20. Y elementi üçün yazsaq 56 çıxılsın 26. Cavab elədi 30 neytron. Qoy N də yazın bura ki, çaşdırmasın sizi. Z-də 39 çıxılsın 19. Bu da bərabər oldu 20 neytrona. T'də isə uşaqlar 64 çıxılsın 29. Bu da bərabər oldu 35 neytrona. Hansı izoton oldu? Neytronları eyni olan, deməli X-lə Z neytronları eyni olur. Bu da cavab D variantıdır. Deməli 10-cu sınavımızın da izahı bu qədər uşaqlar.